Əziz müəllimlər, bugün mən sizə məktəbə qədər yaşlı uşaqların musiqi təhsili və təlimində istifadə olunan metodlar haqqında danışmaq istəyirəm. Bunu mən öz ikinci nəşr kitabımda da qeyd eləmişəm. Pedaqogikada musiqi təhsili metodları müxtəlif alimlər tərəfindən Zaporojetsdir, Markovadır, Asafyevdir, Vetluygina'dır, Kabalevski və Radonova tərəfindən nəzərdən keçirilmişdir və musiqi qabiliyyətlərini inkişaf etdirməyə və musiqi mədəniyyətini əsaslarını formalaşdırmağa yönəlmiş müəllim uşaqların əlaqəsi olan fəaliyyət üsullarıdır musiqi təhsilinin metod və üsulları. Məktəbdə yaşlı uşaqların musiqi təhsili və təlimində bir-biri ilə əlaqəli olan 3 iş metodundan istifadə olunur. Hansılardır bu metodlar? Müəllimlər onları qeyd etmək istəyirəm sizə. Bu metodlar vizual, şifahi və bir də praktik fəaliyyət metodlarıdır. Vizual metod nədir? Vizual metod uşaqlara ətrafdakı reallığın hadisələrini konkret, rəngarəng təsvirlərdə göstərməyə, insanların və heyvanların hissləri, hərəkətləri haqqında danışmağa, onları gündəlik əşyalarla tanış etməyə imkan yaradan bir metodlardır, vizual metodlar. Və vizual metodun bir neçə komponenti var. Bunlar haqqında mən sizə demək istəyirəm. Hansıdır bu komponentlər? Vizual eşitmə, vizual görmə, demək ki, metodlarıdır bu komponentlər. Vizual eşitmə üsulu nədir? Müəllim tərəfindən musiqi əsərlərinin ifası bu metodun əsas məzmununu təşkil edir. Musiqi rəhbəri uşaqlarda musiqiyə rəğbət hissini, onun emosional qavrayışını oyatmaq üçün musiqi əsərlərini ifadəli, canlı, bədii şəkildə ifa etməyi bacarmalıdır. Musiqi həm canlı, həm də audio yazıda da səslənə bilər. Bəs vizual görmə üsulu nə deməkdir? Bunun haqqında da biraz sizə məlumat verin müəllimlər. Bunlar şəkillər, rəsmlər, rəngli kartlar, bundan başqa, yəni ki, uşaqların bax bu vizual olaraq, görüntü olaraq bunlar vasitəsilə uşaqların təxəyyülünü oyatmaq, tanış olmayan hadisələri, təsvirləri göstərmək, onların musiqi alətləri ilə tanış etmək deməkdir. Və verilmiş musiqi əsərlərinə aid olan oyuncaqların, şəkillərin, geyimlərin, həmçinin oxuma texnikasında, rəqslərdə, oyunlarda, məşqlərdə, musiqi alətlərdə ifa etməkdə hərəkətlərin nümayişi, geniş çeşidli əyani vasitələrdən istifadə deməkdir. Yəni, bunlardan istifadə deməkdir. Müəyyən bir musiqi parçası ilə bağlı rəssamların rəsmləri də burada olar, mümkün olar. Portretlər də burada göstərilə bilər, oyuncaqlar, belə bədii əşyalar, musiqi alətləri, maketlər, slaydlar və video film fraqmentləri də burada göstərilə bilər. Qeyd etmək istəyirəm ki, vizual görmə, eşitmə qavrayışına kömək etmək üçün eşitmə birləşdirilir. Həmişə istifadə edilmir, ancaq zərurət yarananda uşaqların yaşından asılı olaraq musiqi təsvirində proqramlaşdırma və vizuallaşdırmadan istifadə olunur. Toxunma əyanlığı da var musiqi metodlar arasında. Bu da nədir? Musiqi səsinin dalğa vibrasiyasının bədən tərəfindən birbaşa hissi. Yəni, biz mahnı oxuyan zaman səs dalğalarımız bir-birinə boğazımızda səs demək tellərimizə toxunur. Bu da bizim demək bütün bədən tərəfindən bunu hiss etməyə imkan yaradır. Metod və üsulların seçimi musiqi əsəri üzərində işin mərhələsini müəyyən edir və bu üsullar uşaqların yiyələndikləri praktiki metodun, ifaçılıq üsullarının nümayişinin rolu artır. Belə ki, burada demək adətən ikinci mərhələdə demək əsərin üzərində iş bilirsiniz ki, birinci mərhələdə olur. Burada da vizual metod öz aparıcı rolunu göstərir. İkinci mərhələdə isə uşaqlar öz ifalarını artıq burada göstərirlər. Yiyələndikdən sonra isə bu ifaları praktik fəaliyyətdə göstərirlər. Yəni, ifaçılıq üsullarının nümayişində bu özünü göstərir. Və əlbəttə ki, üçüncü mərhələdə qeyd etdiyim kimi iş öyrənilir və burada vizual eşitmə metodunun rolu çox böyükdür. Çünki səs onları yaradıcılığa sövq edir. Metodlar isə nədən asılıdır? Təhsil tapşırıqlarından, musiqi fəaliyyət növlərinin xarakterindən, ətraf mühitdən və məlumat mənbəyindən. İndi gəlin baxaq görək. Demək, pedaqogikada yayılan bu, ən çox yayılan təsnifat metodları olan vizual, şifahi və praktik metodları olaraq bir-birindən əlaqəlidir, bir-birindən bölünməzdir.
İndi baxaq görək ümumiyyətlə şifahi metod deyəndə biz bura nələri nəzərdə tuturuq? Şifahi metodun bir neçə komponentləri var. Yəni bunlar nələr daxildir şifahi metoda? Əlbəttə ki, burada musiqi bəstəkarlar, ifaçılar, musiqi alətləri haqqında, onların dinlədikləri musiqi əsərlərini izah etmək, yaradıcılıq işlərini müstəqil tətbiq etməyə öyrədən bir üsuldur şifahi metod və söhbət, hekayə, izahat şifahi metodun növlərindəndir. Gəlin baxaq görək ki, ayrı-ayrılıqda bu şifahi metodun bax bu komponentləri öz funksiyasını nədən demək, daha doğrusu bunların funksiyaları nədən ibarətdir? Demək, izah, dinləmək, oynamaq, rəqs etmək və ya məşq etmək üçün iş təklif edildikdə istifadə olunur. Çünki burada izah aydın olmalıdır, qısa olmalıdır. Uşaqların musiqi materialını və tapşırıqlarını mənimsənməsinin birinci mərhələsində dəfələrlə verilir. İzahlar dərs zamanı oyunların, belə rəqslərin, məşqlərin və müxtəlif oxuma texnikalarının hərəkətlərini aydın və yığcam formada göstərərkən verilir. İkinci göstərişlərdir. Onlar uşaqlar tərəfindən oyunlar, rəqs və məşqlər zamanı verilir. Təlimatlar uşağa müəyyən hərəkətləri necə yerinə yetirəcəklərini anlamağa kömək edir və hərəkətləri yerinə yetirmək yolunu aydınlaşdırır. Məsələn, sağ çiyinin üstündə fırlanmaq, ayaq barmaqlarını qaldırmaq lazımdır. İstiqamətlər hərəkətlərin necə yerinə yetirilməsini aydınlaşdırır. Yəni, bu istiqamətləri bir-bir göstərməklə, göstərişlər bax, bu məqsədlə edilir. Üçüncü, müəllimlər, poetik sözdür. Poetik söz, musiqi ifa etməzdən əvvəl kiçik bir nəsr və ya ondan bir fraqment oxumaq uşaqlara həmin demək, musiqini daha yaxşı, obrazlı quruluşunu aydın anlamağa imkan verir, hiss etməyə kömək edir. Bəzən yeni mahnıya qulaq asmazdan əvvəl müəllimin onun mətnini uşaqlara oxuması məsləhətdir. Və poetik sözdə öz əksini tapır. Söhbət var, bu komponentdə var, şifahi metodun bir komponentidir. Adətən söhbət uşaqlar musiqi dinləməzdən əvvəl işin məzmununu dəqiqləşdirmək lazım olduqda aparılır. Söhbət zamanı uşaqlar əsər haqqında təəssüratlarını bölüşür, onun obrazlarına münasibət bildirir, onlara elementar qiymət verirlər. Uşaqlara söhbət uzun olmamalı, daha çox qısa və konkret olmalıdır. Beşinci komponent, şifahi metodun komponenti suallardır. Uşaqlarla söhbət sual-cavab şəklində qurulur. İşin məzmunu ilə bağlı suallar verilir, lazımsız təfərrüatlardan və diqqət yayındıran şeylərdən qaçır və suallarda musiqi əsərinin ifadə forması vasitələrini müəyyən edir. Məsələn, belə bir sual vermək olar ki, musiqi çaldıqdan sonra sual verə bilərik ki, nə səsləndi, rəqs və ya marş və yaxud da bu musiqinin əhval-ruhiyyəsi necədir, onun sədaları altında hansı hərəkəti etmək olar, hansı hərəkətləri edə bilərik. Yəni, bu sualları vermək olar, suallar demək, şifahi metodun komponentində. Hekayə, musiqi əsəri bəstəkar haqqında, onun yaşadığı dövr haqqında obrazlı hekayə əsərin məzmununu daha dərindən dərk etməyə kömək edir. Uşaqlarda emosional təcrübələr oyadır, təxəyyül inkişaf edir. Bunlar hamısı demək, hekayə üsulunda daha demək, effektiv olur. Məsələn, Dovşan və Ayı oyununda sujetinə əsaslanaraq bir nümunəni qeyd etmək istəyirəm müəllimlər. Meşədə qış səhəridir, talada dovşanlar isinmək üçün qaçır, fırlanır və tullanır. O qədər oynayırlar ki, yuvasında yatan ayı oyanır. Gəl görək sənə yatmağa kim mane olur? Dovşanlar ayını görüb qaçdılar və kolların altında gizləndilər. Ayı getdi, dovşanlar yenidən talaya qaçdılar və tullanmağa başladılar. Bu hekayə demək, şifahi metodunun demək, bir istiqaməti idi. Mən bunu sizə izahını verdim. İzahatlar uşaqlarla məşğələlər zamanı oyunların, rəqslərin, məşqlərin, oxuma texnikalarının hərəkətləri aydın və yığcam formada göstərdikləri zaman izahatlar verilir. İzahat ekranla sıx əlaqəli olmalıdır. Müəllim uşaqlara izahatı sona qədər dinləməyi öyrədir. Bunu çox diqqətinizdə xahiş edirəm, saxlayın müəllimlər. Müəllim uşaqlara izahatı sona qədər dinləməyi öyrətdiyinə görə, yəni burada uşaqlar müəllimin ardınca gedərək hər hansı bir rəqsi oynayarkən hərəkəti təkrarlamağa başlayırsa, müəllim deyə bilər ki, hərəkətləri etməz, diqqətlə qulaq as və gör hərəkətləri necə yerinə yetirilməlidir. Şərhlər tapşırığı yerinə yetirməkdən yayınan uşağın şuuruna ünvanlanır. Şərhlər əlbəttə ki, ciddi olmalıdır, lakin düzgün olmalıdır. Praktik fəaliyyət sonuncu metoddur. Demək, bayaq qeyd etdiyim kimi, birinci metod biz dedik vizual metoddur, ikinci metod şifahi metoddur, üçüncü metod isə praktik fəaliyyət metodudur. Bu metodda uşaqların ifaçılıq fəaliyyətində sistemli məşq etməsidir, mahnı oxumaq, musiqi və ritmik hərəkətlər, musiqi alətlərində ifa etmək. Hər bir performans növündə məktəbəqədər uşaqlar müstəqil və yaradıcı
fəaliyyətlərdə özlərini uğurlu ifadə etməyə imkan verən müəyyən bacarıqlara yiyələnirlər. Müəllim göstərdi, uşaq cəhd etdi. Musiqi və ritmik hərəkətlərin ifadəli nümayişi, kürəyinizi, qollarınızı necə tutmaq, yürüyüş etmək, musiqinin təbiətinə uyğun hərəkət seçmək, musiqi təbiətindəki dəyişikliyə uyğun olaraq onları şaxələndirmək, onların inkişafı üçün çox vacibdir. Və demək, beləliklə musiqi tərbiyəsinin bütün üsulları müəllim tərəfindən vahid bir sistem kimi istifadə olunur. Söz uşağın musiqinin qavranılmasına və dərk edilməsinə aparır ki, bu da hisslərə təsir edir, düşüncələrə səbəb olur. Müəyyən bir musiqi əsəri ilə işləmək üçün müəllim onun əhval-ruhiyyəsini və məzmununu yaxşı bilməli, lazımi metodik üsullardan istifadə etməyi bacarmalıdır. Bu zaman müəllim əlbəttə ki, öz işində böyük nailiyyətə nail ola bilər və musiqi məşğələsini də çox gözəl bir şəkildə demək qura bilər.